Sənə Xırdalanın mərkəzində Padmayak ev qiymətinə obyekt Heydər Parkının yaxınlığında 150 kvadrat qeyri-yaşayış xubcalı xüsusi mülkiyyət qoca faza. Sən buna bax. Bura obyektimizin daxilidir, belə olsun kimi. Daxil oldum, bir də buna bax. Keç sərli kəlmələr. Buna bax. Hal-hazırda belə bir tikiş marketi kimi arendada. İcarədədir obyektimiz. Obyektimiz 150 kvadratdır. Xubcalı qiymətə bax bir dənə. 150 kvadratın xubcalı qeyri-yaşayış mərkəzdə. 185.000 manat. Yoxdur belə şey. Aktarma. Yenə də harda 114-dən başlar. Bir dənə fırlanın çərvə var. Fırlan bir dənə. Ged o yandan fırlan. Obyektin bu geçənliyini görsünlər. Nə deyim? İndi gəl bura zəhmət olmasa. Gəl bura. Bu obyektin daxilində belə deyim. Otaq kimi desən 4 dənə köməkçi otaq var. Boya-boy binanın altı deyil. Boya-boy binanın altı. Bax birinci hamamçanız verdi. Göstər zəhmət olmasa. İkinci, belə bir mətbəx kimi istifadə edirlər. Belə bir otağımız. Üçüncü, belə bir otağımız. Bu da dördüncü, belə bir otağımız. Kardeş, Xırdalanın mərkəzində 150 kvadrat qeyri-yaşayış xubcalı. Özə padval zat deyil ha. Düz bina altıdır. Mərkəzdə. Kvadrat neçə hesablayanda heç belə götürəndə Padmayak mənzil qiymətinə düşmür. Bu fürsəti əldən qaçırmaq. Allah alanı da xeyir versin, satanı da xeyir versin. 110'lər əmlak olaraq hər birinizin xidmətində. 185 minə yox da, yenə deyirəm, əldən qaçırmaq. Allahın amanlı olun.